ABŞ-dakı erməni diasporuna açıq siyasi və informasiya dəstəyi verən fiqurlar arasında New York ştatının sabiq senatoru və vəkil David Storobinin adı xüsusi ön plana çıxır. Rusiya əsilli Yahudi olsa da, o illərdir erməni icmasının tədbirlərini demək olar ki, qaçırmır. Hətta Qandarma Artsaxın və ümumən erməni diasporunun fəal müdafiəçisi kimi çıxış edir. Sabiq senator Kim Strobin həm ictimai tribuna, həm də hüquqşünas statusundan istifadə edərək Artsaxda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə hüququ tezisini daim önə çəkib. Bu mövzunu ABŞ ictimai rəyində legitimləşdirməyə çalışır. Bununla bərabər Global Politician platformasında qələmə aldığı yazılarda əsasən ermənilərin bölgə ilə bağlı tarixi və hüquqi iddialarını qabardıb. O, müxtəlif konfrans, ictimai müzakirə və tədbirlərdə də məhz erməni diasporunun mövqeyinə uyğun çıxışlar etməklə tanınır. New Yorkdakı erməni icması ilə əlaqələri təkcə nəzəri və ya yazılı müdafiə ilə bitmir. Strobin tez-tez Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və ermənilərin hüquqları mövzulu toplantılarda qonaq, çıxışçı və ya fəal iştirakçı qismində yer alır. Bu mənzərə onu ABŞ-da ermənipərəst siyasi fiqurlar arasında xüsusi mövqedə göstərir. Məhz bu nöqtədə diqqət çəkən məqam odur ki, bu qədər açıq şəkildə erməni maraqlarını müdafiə edən, Azərbaycana ziddi mövqeləri ilə tanınan David Strobinlə Azərbaycan Milli Məclisinin deputatı Məşhur Məmmədov arasında əlaqələrin mövcudluğu haqqında məlumatlar dolaşır. Bölgə TV Yeni Çağa istinadən xəbər verir ki, araşdırmacı jurnalist Cavanşir Həsənli iddia edir ki, Məşhur Məmmədov 2012-ci ildə New Yorkun senatorlarından olan David Strobinin seçki kampaniyasına maddi dəstək verib. İş adamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fondunu $5000 pul götürüb. David Strobin 1979-cu il təvəllüdlüdür, ixtisası vəkildir. Deputatın ermənipərəst senatora maddi dəstəyi göstərməsi fonunda xüsusilə bir fakt sual doğurur. Məşhur Məmmədovun övladlarının məhz New Yorkda yaşamaları və fəaliyyət göstərmələri, yəni eyni şəhər mühitində kök salmaları, nəticə etibarilə bir tərəfdən erməni diasporunun açıq havadarı olan sabiq senator, digər tərəfdə isə həmin şəhərdə ailəsini yerləşdirmiş, ona maliyyə kanalı yaratmaqda ittiham olunan Azərbaycanlı deputat obrazı ortaya çıxır. Bu ziddiyyətli mənzərə həm siyasi, həm ictimai, həm də mənəvi baxımdan ciddi suallar doğurur və Məşhur Məmmədovun həm şəxsi, həm də ictimai mövqeyi ilə bağlı çoxlu sual işarələri yaradır. Qeyd edək ki, Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazova da Amerikaya köçüb. Hər ikisi New Yorkda yaşayır. Məmməd Şahbazovun ABŞ-da yaratdığı Masalli Enterprise LLC adlı şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzərinin New York şəhərində yaşadıqları 335 Riverdale Drive, Fort Lee, New Jersey 07024-4441 ünvanında yerləşir. Rəna Rövşən qızı, BTV.